Ağcabədi rayonunda qaynata kürəkəninə xəsarət yetirib. Məlumata görə hadisə şəhərin İsmailov küçəsində baş verib. Şəhər sakini Məqsəd Tahirov adı soyadı şərtidir. Qızının ailəsində problem yaranıb və onlar ayrılmaq üçün məhkəməyə müraciət ediblər. Boşanma ərəfəsində olan cütlük arasında mübahisə davam edib və Məqsəd Tahirov qızını öz evinə gətirib. Gözəllik salonunda işləyən qızı atasına zəng edib və həyat yoldaşının onun iş yerinə gəldiyini və təhqir etdiyini bildirib. Hadisədən əsəbləşən atası gözəllik salonunun qarşısına gəlsə də kürəkəni hadisə yerində olmayıb. O, kürəkəninin arxasınca gedib və onu yaxınlıqdakı mağazanın qarşısında yaxalayıb. Tahirov əlindəki bıçaqla kürəkəninin baş və burun nahiyəsinə xəsarətlər yetirib. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Tahirova 1 il azadlığı məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib.